Gəlin Charlie Chaplin'lə bağlı hazırladığım readingi bir yerdə işləyək. Birinci, Charlie Chaplin was one of the greatest actors and filmmakers in the history of cinema. Charlie Chaplin sinema tarixindəki ən yaxşı aktyorlardan və deməli filmmaker, rejissor deməkdir. Rejissorlardan one of biri idi. He was born in London, England on April 16, 1889. O 1889-cu il 16 apreldə İngiltərə, yəni Londonda doğulmuşdu. His childhood was extremely difficult because his parents were poor and they couldn't always support their family. Onun uşaqlığı deyir hədsiz dərəcədə çətin keçmişdi. Extremely hədsiz dərəcə deməkdir. Çünki onun valideynləri kasıb idilər, were poor, kasıb idilər və they couldn't always support the family və onlar həmişə ailəyə kömək edə bilmirdilər. After his father's death, his mother became seriously ill. Atasının ölümündən sonra onun anası ciddi xəstələndi. Ciddi şəkildə xəstələndi. Chaplin and his brother spent some time in children's homes. Chaplin və onun qardaşı əksər zamanını uşaqlar evində keçirdi. These early experiences helped him understand poverty and inspired many of the themes in his later films. Bu deyir erkən, yəni təcrübələr ona kasıblığı başa düşməyə və kömək etdi və onu sonrakı filmlər kasıblığı başa düşməyə kömək elədi və eyni zamanda da elə bilin ki, bu onun sonrakı filmlər üçün, çoxlu filmləri üçün çoxlu mövzular olması mövzu kimi ruhlandırdı onu. Yəni sonradan bu kasıblıq onun çoxlu filmlərinin mövzusu oldu. Yəni bu ona ilham verdi ki, onun filmlərinin mövzuları məhz kasıblıqla bağlı olsun. At the age of 19 yaşında Chaplin traveled to the United States with a theater company. Chaplin Birləşmiş Ştatlarda olan teatr şirkətinə səfər elədi, baş çəkdi. Son tezliklə he studied working in silent films and quickly became one of the most popular actors in the world. Tezliklə o səssiz filmlərdə işləməyə başladı və cəld bir şəkildə dünyadakı ən məşhur aktyorlardan biri oldu. His best known character, The Little Tramp, was recognized by his small mustache, black hat, walking stick, tight jacket and oversized shoes. Onun ən yaxşı xarakterlərindən olan, ən yaxşı xarakteri balaca Trump, The Little Tramp. Deməli, balaca mustache nədir? Bığ. Yəqin bu burada olan bu kiçik bığını deyir. Bığla, qara şlyapası, walking stick, həmin bax bu tutduğu asası və tight jacket. Həmin bu kip üzərinə oturan, tight sıx bərk deməkdir. Həmin o bərk sıx jaketindən və oversized shoes, yəni həddindən artıq böyük olan ayaqqabılarınla tanınırdı. Deməli, həmin bax bu şəkildə gördüyünüz deməli şəxs Little Tramp olubdu. Yəni orada oynadığı rolun şəklidir. Also, this character often looked funny. He was kind, optimistic and always tried to help other people. Deməli, bu xarakter, yəni deyir, gülməli görünməsinə baxmayaraq, o çox kind, mehriban, optimist, şən və həmişə də insanlara kömək edən biri idi. Davam edirik. Chaplin's films weren't only entertaining, but also meaningful. Chaplinin filmləri təkcə deyir, əyləncəli deyildi, eyni zamanda da məna dolu idi. Yəni mənalı idi. He used comedy to discuss important social issues, such as unemployment, poverty, injustice and the effects of modern technology. O komediyasında bir sıra vacib sosial məsələləri müzakirə eləmək üçün istifadə edirdi öz komediyasını. Məsələn, işsizlik, kasıblıq, ədalətsizlik və müasir texnologiyanın effektləri. Some of his most famous films include The Kid, City Lights, Modern Times and The Great Dictator. Deməli, onun ən məşhur filmlərinə daxildir. The Kid, City Lights, yəni şəhərin işıqları, The Kid uşaq deməkdir, müasir zaman və böyük diktator. In The Great
Deməli, in The Great Dictator, he bravely criticized dictatorship and promoted peace during a difficult period in the world history. Deməli, o böyük diktatorda, yəni burada oynadığı rolda bravely, cəsurcasına diktator hakimiyyətini, diktatorluğu tənqid etdi və deməli tənqid etdi və bu in the world history dünya tarixinin belə bir çətin periodunda sülhü deməli promote elədi, irəli çəkdi. Yəni sülhlə bağlı fikirlərini promote elədi, irəli sürdü, elan verdi, reklam elədi, qabağa çəkdi, dəstəklədi, belə deyə bilərik. Charlie Chaplin received many international awards for his outstanding contribution to the film industry. Outstanding nə deməkdir uşaqlar? Famous deməkdir. Award da mükafat deməkdir. Deməli, Charlie Chaplin film sənayesinə elədiyi töhfələrinə görə, məşhur töhfələrinə görə çoxlu beynəlxalq mükafatları qəbul etdi, aldı. Yəni buna görə ona çoxlu beynəlxalq mükafatlar verildi. Burada contribution to ilə işlənir. Bunu yadda saxlayın. Contribute to da ola bilər, fe'l formada. Even today, millions of people around the world continue to enjoy his movies. Hətta bugün dünya ətrafında olan milyonlarla insanlar onun bu filmlərindən zövq almağa davam edirlər. His work proves that laughter can be a powerful way to express emotions, criticize society and bring people together. Onun deyir ki, bu işi sübut edir ki, gülüş insanların emosiyalarını ifadə etmək üçün güclü bir vasitə ola bilər və eyni zamanda da cəmiyyəti tənqid etmək üçün və insanları birlikdə gətirmək üçün. Yəni belə çıxır ki, onun deyir bu işi göstərdi ki, gülüş insanları emosiyalarını ifadə etmək üçün, cəmiyyəti tənqid etmək üçün və insanları birlikdə toplamaq üçün deməli böyük bir nə ola bilər? Alət ola bilər. Yol ola bilər. Chaplin remains an unforgettable symbol of creativity, kindness and hope in the history of world cinema. Chaplin dünya sinema tarixində, film tarixində deməli unudulmaz, deməli yaradıcılığın, mehribanlığın, kindnessin və ümidin unudulmaz bir simvolu kimi qalır. Deməli bu qədər. İndi baxırıq bunun tapşırıqlarına. Deməli 1-dən 4-ə qədər bizim reading tapşırığımız var. Din formatına uyğun hazırlamışam. Deyir ki, which of the following is the best title for the passage? Bu deməli mətnin ən yaxşı başlığı nədir və yaxud da biz belə veririk, what is the passage mainly about? Nə ilə bağlıdır? Təbii ki, The History of Silence film, sakit filmlərin tarixi. Charlie Chaplin, A Legend of World Cinema, dünya filminin əfsanəsi olan Charlie Chaplin ilə bağlı idi. The Development of Modern Technology, müasir texnologiyanın inkişafı ilə bağlı idi. Xeyr. Famous Actors of the 21st Century, 21-ci əsrin məşhur aktyoru ilə bağlı idi. Səhvdir. Bir dənə Charlie Chaplin ilə danışırdı və səssiz filmlərlə bağlı deyildi. İkinciyə baxırıq. Why did Charlie Chaplin and his brother spent time in children's homes? Their family moved another country. Onun ailəsi digər ölkəyə köçdü. Yanlışdı. They wanted to study there. Orada deyir oxumaq istəyirlər. Yanlışdı. Their father died and their mother became seriously ill. Çünki atası öldü, anası da ciddi xəstəlik tapdı ona görə. They were training to become actors. Çünki deyir onlar aktyor olmaq üçün məşq edirdilər, təlim keçirdilər. Belə deyildi. 3. According to the passage, what made the Little Tramp special? Deyir, mətnə əsasən Little Tramp-ı xüsusi edən nə idi? Onun gülməli olmağı, mehriban olmağı və optimistik olmağı. 4-ə baxırıq. True, false qoyuruq. Charlie Chaplin was born in Dublin. Dublində anadan olub, xeyr. Londonda doğulmuşdu, bu oldu false. The Little Tramp was Chaplin's most famous character. Little Tramp Chaplinin ən məşhur xarakterlərindən biri idi. True. The Greatest Dictator supported dictatorship. Deməli, Great Dictator da, yəni o diktator hakimiyyətinə support elədi, dəstək oldu. False, yanlışdı, əksinə çıxıbdı. Chaplin's films often contain social message. Chaplinin filmləri
bəzən deməli sosial mesajlardan ibarət olurdu. Düzgündür. Bu da oldu true. Demək, nə edirsiniz? Burada bilmədiyiniz sözləri qeyd edib öyrənirsiniz və qara yazdığım sözlər isə daha çox diqqətinizi cəlb eləməsini istəyirəm. Çünki onlar ən çox istifadə olunan və keçdiyimiz sözlərdən idi.